İşçilərin əmək hüquqlarının qorunması, əmək müqavilələrinin qanunvericiliyə uyğun bağlanması və istehsalat sahələrində təhlükəsiz iş şəraitinin yaradılması bugün də dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər həm əmək münasibətlərinin şəffaflığını təmin edir, həm də işçilərin sağlam və təhlükəsiz mühitdə çalışmasına şərait yaradır. Ağdamda keçirilən Vətən müharibəsinin 5-ci il dönümünə həsr olunan mediatur da məhz bu işlərin bariz nümunəsidir. Mediatur zamanı iştirakçılara əməyin mühafizəsi sayəsində görülən işlər, dövlət standartlarının tətbiqi və mina təhlükəsizliyi qaydaları barədə məlumat verilib və müəssisələrdə yaradılan təhlükəsiz iş şəraiti ilə yerindəcə tanışlıq olub. İşçilərin əmək hüquqlarının qorunması, əmək müqaviləsinin qanunvericiliyə uyğun bağlanılması və digər fərdi və kollektiv mühafizə vasitələrindən birbaşa istehsalat sahələrində, xüsusilə riskli sahələrdə istifadə edilməsinin önəmliyi ilə bağlı ətraflı məlumatlar verilmişdir. Maarifləndirmə işləri davam edilir. Eyni zamanda ANAMA Dövlət Əmək Müfəttişliyi ilə birlikdə mütəmadi bu təlimlərin təşkil olunmasında fəal iştirak edir və əhalimizin maarifləndirilməsində əlindən gələn dəstəyi əsirgəmir. Belə xəbərlərin bu saatında çatdıracağımız informasiyalar bunlardan ibarət idi. Bir də sizinlə xəbərlərin 22 buraxılışında görüşəcək. İzləməyi unutmayın. Hələlik.